Hə yoldaşlar, deməli getdik. Xatırladım ki, bu bilirsiniz müəllimlərin sertifikasiyası adı olmur, MİQ imtahanları falan. Onlarda müəllimlərin sertifikasiya imtahanlarında iştirak olunmuş test tapşırıqlarıdır və izahlarına başlayaq. Deməli, birinci test tapşırığı. Sual belədir. Suburbanizasiya və yalançı urbanizasiya üçün oxşar əlamətləri müəyyən edin. Yoldaşlar, suburbanizasiya bildiyiniz kimi varlı şəhər əhalisinin şəhərin sıxlığından bezərək şəhər ətrafı ərazilərə köçməsi, yalançı urbanizasiya isə işsizlik ucbatından və ya sosial-iqtisadi gerilik baxımından kəndlərdə və bölgələrdə işsiz qalan əhalinin iri şəhərlərə, sənaye müəssisələri ətrafında cəmləşməsidir. Hər iki halda təbii ki, şəhərlərin ərazisinin böyüməsi müşahidə olunur. Amerika qitəsində hər iki şəhərləşmə tipinə rast gəlinir. Məsələn, Kanada və ABŞ-da suburbanizasiya, Meksika ondan cənubdakı Latin Amerikası ölkələrində isə biz deyəcəyik yalançı urbanizasiyadır. Bir doğrudur. Hər iki şəhərləşmə tipində əhali əsasən böyük şəhərlərin ətrafında məskunlaşır. Bəli, iki də doğrudur. İnkişaf etmiş ölkələrin əksəriyyəti üçün bu suburbanizasiyadır. Yalançı urbanizasiya isə aid inkişaf etməkdə olan ölkələr üçün. İstanbul, Türkiyə, Rio de Janeiro, Braziliya. Bunlar inkişaf etməkdə olan ölkələrdir və bunlarda gedən prosesin adı yalançı urbanizasiyadır. Yadınıza gəlirsə gecəqondu, favela, bidonvil kimi kasıb məhəllələr meydana gəlirdi. İqtisadi və sosial inkişaf sürəti şəhərləşmə sürətindən geri qalır. Yoldaşlar, bu daha çox biz qeyd eləyəcəyik ki, aiddir yalançı urbanizasiyaya. Amma xətti, sahil boyu və radial modelləri mövcuddur. Bu yerləşmə prinsipidir. Təbii ki, bu üçünə də aiddir. İkisinə də aiddir. 1-2-6 variantımız nə variantı? B variantı. Günəş şüalarının günorta vaxtı maksimum və minimum düşmə uzaqları arasındakı fərqin 47 dərəcəyə bərabər olduğu enliklər müəyyən edin. Bu enliklər 23,5 dərəcəlik enliklərlə 66,5 dərəcəlik enliklərin arasıdır. Yəni, qısacası biz buna deyəcəyik mülayim işıqlanma qurşağı. Bu enliklər arasına düşən bölgələrə diqqətlə baxsanız, düşəcək 23,5 cənub enliyi 3, düşəcək 66,5 şimal enliyi 4, bir də 58 cənub enliyi 6. Cavab 3, 4, 6 variantımız nə variantı? C. Bunu elə Bakı şəhərində bilirsiniz, Bakı şəhərini əzbər bilirsiniz. Bakıya maksimum neçə düşürdü? 73,5, minimum neçə düşürdü? 26,5. Arada fərqə bir dənə fikir versəniz, neçə dərəcə yarandı? 47 dərəcə. Gördünüz yoldaşlar, yəni qısası mülayim işıqlanma qurşağı daxilində və sərhədlərinin üzərində maksimum və minimum düşmə uzaqları arasında fərq nəyə bərabərdir? 47 dərəcəyə bərabərdir. Bu ümumi qanuna uyğunluqdur. Fikrimi aydın izah eləyə bildim. Üçüncü sual. Doğru fikirləri müəyyən edin deyir. Deyir ki, əsasən kiçik miqyaslı xəritələrdə təhrif daha çox olur. Bəli, miqyas kiçildikcə xəritədə təhrif nə olur? Artır. Bir doğru ifadədir. Sonra bizə deyir yoldaşlar növbəti hissədə istənilən tip proyeksiyalı tərtib edilən xəritələrdə Günəşin zenitdə olduğu ərazilər təhrifsiz təsvir olunur. Günəşin zenitdə olduğu ərazilər iki tropik xətti arasıdır. Əlbəttə ki, burada yanlışlıq var. Məsələn, belə deyək də, konus proyeksiyası orta enliklər üçün və ya məsələn, biz deyə bilərik, silindrik proyeksiya ekvatorial enlik. Hər bir proyeksiyanın özünün müəyyən nəyi var? Enliyi var və təhrif olunan nöqtəsi var. Ona görə bu ifadə yanlışdır. İstənilən tip proyeksiya ilə tərtib edilmiş xəritələrin 180 dərəcəlik meridianların keçdiyi hissələrdə təhrif müşahidə edilə bilər. Bəli, müşahidə edilə bilər. Çünki xəritə hər zaman necə təsvirdir? Təhrifli təsvirdir. 1-3. Yalnız 12-ci və 24-cü saat qurşaqları 4,5 kürədədir. Bəli, bilirsiniz ki, bunların bir hissəsi qərbdə, bir hissəsi şərqdə, özləri də meridian olduğu üçün şimaldan hara gəlir? Cənuba gəlir. Ona görə də bu ifadə doğrudur. Topografik xəritələr bildiyiniz kimi bunlar böyük miqyaslı xəritələrdir və onlara icmal topografik xəritələrdən təhrif daha böyük olur, fikri doğru deyil. Əksinə təhrif nə olur? Kiçik olur. İcmal topografik xəritələr orta miqyaslıdır. Yanlış ifadədir. Konus proyeksiyası istifadə edilərək tərtib olunan xəritələr təhrif olmur. Əlbəttə ki, yanlışdır. Bizdir. İstənilən xəritədə təhrif ola bilər. Cavab 1, 3, 4. Variantımız nə variantı? Y variantı. Üçüncü tapşırıq. 4-ə baxırıq. Yoldaşlar, 4-cü sualımızın həlli yolu çox sadədir. Nə mənada sadədir? Bizə, belə deyək, mötərizədə qeyd edib ki, 50 dərəcəlik paralelin 1 dərəcəlik ölçüsü nə qədədir? 71,7. Həmin paralel üzərində 30 şərq və 70 qərb uzunluqlarına baxdıqda, bunlar əgər əks meridianlar olsaydı, onlar arası ən qısa məsafə ən yaxın yerdə eləşən qütbü keçmək olardı. Amma bunlar eyni meridian çevrəsi deyillər. Bunlardan biri 30 nə uzunluğudur? Şərq, digəri 70 qərb. Topladıq neçə dərəcə elədi yoldaşlar? 100 dərəcə. Vururuq o məsafəni reallıqda neçəyə? Əlbəttə ki, 71,7-yə. Bəli, nə qədər elədi? 7170 kilometr. Gözəl yoldaşlar, həmin məsafə xəritədə neçə santimetr verilir? 30 santimetr. Bizim deməli ikinci qaydamız 7170-i neçəyə bölməkdir? 30-a. Bunlar getdi.
Bəli, bu elədi yoldaşlar 239. 239 kilometrində yana 5 sıfır əlavə elədikdə cavabımız nə variantı olur? A variantı. Tapşırıq aydın oldu mı? 5-ci test tapşırığı. Deməli, cədvələ əsasən doğru sıranı müəyyən edin deyir. Sizlər bilirsiniz ki, burada bizə deyir ki, Böyük Qafqaz. Böyük Qafqaz qalxmasında maqmatik su üstünlük təşkil edir ifadəsi də yanlışdır. Mövzu erasına məxsus çökmə süxurları var burada. Ön Qafqaz çökməsinin neft ehtiyatlarına rast gəlinmir. Yoldaşlar, bu ifadə yanlışdır. Bildiyiniz kimi belə deyək də. Bəli, Samur dəvəçi ovalığının bir hissəsində, yəni cənub hissələrində neft ehtiyatları var idi. Kiçik Qafqaz qalxmasında molibden və alinit qalxma dediyi üçün Kiçik Qafqaz qalxması həm Kiçik Qafqazın əsas hissəsini, həm Naxçıvan, həm də Talışın dağlıq hissəsini əhatə edir. Bildiyiniz kimi yoldaşlar, Murovdağda, yəni Daşkəsən ərazisində alinit yatağı var, zəylik mədəni. Bildiyiniz kimi Zəngəzur silsiləsində, Ordubadda, Paraqaçay, Diyaqçay nə yataqları var? Molibden yataqları. Deməli, üçüncü ifadə doğrudur. Variant nə variantı? C. Kür çökməsi yalnız ovalıqlardan ibarətdir, yanlışdır. Kür tektonik çökməsində əlbəttə ki, Ceyrançol, Azınoğur kimi və onlara məxsus silsilələr mövcuddur, alçaq dağlıqlar. Araz çökməsində Araz çayının keçdiyi bütün ərazilər ola bilməz. Çünki Araz tektonik çökməsi Araz su anbarına qədər olan hissəsi Sədərək, Şərur, Böyükdüz və Naxçıvandır. Amma Gülüstan, Yaycı, Ordubad düzlərinin olduğu ərazi Kiçik Qafqaz tektonik qalxmasıdır. Cəyan, İncə, Hərami düzlərinin, Mil, Muğan düzlərinin olduğu ərazi isə Kür tektonik çökməsidir. Ona görə ifadə yanlışdır. Fikrimi aydın izah edə bildim mi? Variant 5-də C bəndi oldu. 6-cı suala diqqət edirik. Sual belədir. Sizə Braziliya yaylası, Meksika yaylası və Orta Sibir yaylaları verilib. Yoldaşlar, gəlin baxaq cavablara. Deməli, bizə burada deyir ki, heç vaxt kölgə uzunluğu sıfıra bərabər olmur. Orta Sibir, bəli, mütləq şəkildə 3-ə nə yazacaqsınız yoldaşlar? A. Aid olduğu deməli, ölkə 2 yarımkürədə yerləşir. Yoldaşlar, bu Orta Sibir ola bilməz. Orta Sibir Rusiyadır, 3 yarımkürədir. Şimalda, şərqdə və qərbdə. Yoldaşlar, bu Meksikadır. 2-ə nə gedəcək? B. Sonra, yerləşdiyi materikdə mezoy qışın yaranan relyef formalarına rast gəlinmir. Bilirsiniz ki, Avrasiya və Şimali Amerikada mezoy qırışıqlığı var. Qayalı dağlar və Verxanatserski kimi. Amma Cənubi Amerika, Braziliya yaylasında olduğu yerdə yoxdur. Birə nə getdi yoldaşlar? C. Bəli, qərbində cavan platforma yerləşir. Orta Sibirin bildiyiniz kimi qərbində, gördüyünüz kimi nə yerləşir? Qərbi Sibir cavan platforması. Nə gedəcək yoldaşlar? Bura D, 3-ə getdi D. Qaldı sonuncu. Yerləşdiyi ölkələrdə günəş il boyu, günorta vaxtı zenitdə olur. Bu ifadə yoldaşlar il boyu dediyi üçün il boyu. Əlbəttə ki, il boyu ifadəsi yanlışdır. Niyə? Çünki Braziliyanın da cənub tropikindən cənubda olan əraziləri var ki, belə deyək də, orada günəş zenitdə olmur. Ona görə də bu ifadə əlbəttə ki, səhvdir. Orta Sibir yaylasına aid ola bilərdi. Ona görə də bizdə burada doğru cavab qalacaq nə? Altda yoldaşlar B variantı. Fikrimi izah edə bildim. Tam olaraq əhatə eləmirdi. Elə tropiklərdən kənar hissələri vardı. Aydın oldu. İl boyu zenitdə Meksikanın da tropikdən kənar hissəsi var. Rusiyada tropikdən nədir? Kənardadır. Aydın oldu mu? Sonra yoldaşlar 7. 20-ci saat qurşağının orta meridyanında yerli vaxtla saat 22:40-dır. Uşaqlar 20-ci saat qurşağının orta meridyanı tapmaq üçün 24-dən 20 çıxırıq neçə elədi? 4. 4-ü vururuq neçəyə yoldaşlar? 15-ə neçə elədi? 60 qərb uzunluğu. 60 qərb uzunluğunda indi bizdə deyir ki, 60 qərb uzunluğunda saat 22 neçədir? 40-dır. Bu zaman 95 qərb uzunluğunda saat neçə olar? 60 ilə 95 arasında fərqi tapırıq. Bəli, bu elədi 35 dərəcə. 35 dərəcəni saat və dəqiqəyə çeviririk. Bölürük 15-ə 2 saat 30, qalıq 5 elədi, vururuq 4-ə. Nə elədi yoldaşlar? 20. 2 saat 20 dəqiqə vaxt fərqi yarandı, düzdür? Bəli, qərbdən qərbə gedəndə vaxt geri olduğu üçün 22:40-dan gözəl insanlar biz çıxmalıyıq nəyi? 2 saat 20 dəqiqəni. Cavabımız eləyir 20. Variantımız D variantı 7-ci sualda. Tapşırıq hamıya aydındır.
Uşaqlar, Cənub yarımkürəsində yerləşən limanlar deyəndə A variantında Richards Bay düzdür, amma Kure və Tampa səhvdir. Bildiyiniz kimi bunlar şimaldadır, Yaponiyada və Meksika körfəzində. Uşaqlar, Dampier, Santos, Tubaran düzdür. Dampier Avstraliya, Santos, Tubaran Braziliya. Bunlar hansı yarımkürədədir? Cənub yarımkürəsində. 8-in cavabı nə oldu? B bəndi. Bəli, Tubaran, əlbəttə ki, Braziliya ərazisi. Havr Fransa şimaldadır, Seattle şimaldadır, Valdez şimaldadır. Yoldaşlar, D-də Xark İrana məxsus şimaldadır. Kobe Yaponiya şimaldadır. Elə variantları atdıqda cavab onsuz da çıxırdı. Uşaqlar, 9-da siz burada xüsusi incələmə eləməlisiniz. Fikir versəniz, minimal temperatur təxminən 4-5 Selsidə, maksimal temperatur isə yoldaşlar 7-ci ayda təxminən 26-27 Selsiyə qədər qalxmışdır. Görə bildiniz? Yağıntılı dövr isə fikir versəz daha çox 6, 7 və 8-ci aylardadır. Bu uyğun gəlir şimal yarımkürəsinin subtropik iqlim qurşağının, bəli, Musson vilayətinə. Bu da gözəl yoldaşlar uyğun gələcək əlbəttə ki Tokyo şəhərinə. 9-un düzgün cavabı nə oldu? C. Digər şəhərləri izah edirəm. London mülayim dəniz idi. Yağıntılar qismən stabil paylanmalı idi və temperatur 3-15 Selsi arası dəyişməli idi. London subtropik aralıq dənizidir. Qışı yaydan daha çox yağıntılı olmalıdır. Jakarta ekvatorialdır. Ona görə də il boyu bərabər yağıntı olur. Filippin şimal subekvatorialdır və şimal subekvatorialda temperatur 20-30 Selsi arasında dəyişməli idi. 5-25-26 ola bilməz. Fikrimi çatdıra bildim hamıya. Davam edirik. 9-cu test tapşırıq. O daha doğrusu 10-cu sual. Sual belədir. Yerin öz ətrafında hərəkəti zamanı bizə deyir ki, endiklər üzrə fırlanma sürəti fərqli olur. Buna nəzərən, aşağıda verilmiş şəhərləri, onların yerləşdiyi paralel çevrələrinin fırlanma sürətinin azalması istiqamətində sıralayın. Sizlər bilirsiniz ki, ən sürətli fırlanan paralel ekvator və fırlanma zamanı heç bir sürətə malik olmayan, çevrə cızmayan qütbdür. Bu da o deməkdir ki, ekvatordan qütbə doğru getdikcə paralellərin sürəti neynir? Azalır. Mən ekvatordan qütbə doğru düzməliyəm. Filippinin paytaxtı Maniladan başlayıram 3, sonra Azərbaycanın paytaxtı Bakı, sonra da Finlandiyanın paytaxtı Helsinki ardıcıllığının qorunub saxlanıldığı cavab variant olaraq A bəndidir 10-cu test tapşırığında. 11-ə baxırıq. Riyazi statistik məlumatlar əsasında tərtib olunmuş xəritələrdə statistik göstəriciləri yüksək olan ərazilər təhrif olunmuş arada daha qabarıq göstərilir. Belə xəritələrin nə deyirlər? Bəli, uşaqlar, məsələn, normalda dünya xəritələri sahəyə görə, yəni əraziyə görə təsnifləşdirilir və miqyasa uyğun kiçildirir. Əgər biz orada statistik göstəricini miqyasa görə yox, fərqli bir əlamətə görə təyin eləmiş olsaq, tutaq ki, əhali sayına görə, bugün əhali sayına görə dünyada liderləri alacaq Hindistan, qabaracaq ərazi, sonra Çin və daha böyük ərazisi olan Rusiya isə kiçiləcək, daha kiçik ərazi kimi görsənəcək. Bu tipli xəritələr nə adlanırdı? Anamorfoz xəritələr. 11-də cavab nə oldu? A bəndi. Yoldaşlar, 12. Bizə sualda deyir ki, cədvələ əsasən doğru sıraları müəyyən edin. Gəlin ümumi xüsusiyyətlərə baxaq. Yoldaşlar deyir ki, 12-ci test tapşırığında 1. Ural. Ural çayı transsərhəd çay hesab edilir. Bəli, bu çay yoldaşlar Rusiyadan hara doğru axır? Əlbəttə ki, Qazaxstana doğru axır. Və Pilus hara tökülür? Xəzərə. Birinci ifadə doğrudur. 2-yə baxırıq yoldaşlar. San Francisco. Hər birimiz bilirik ki, San Francisco Braziliya əyaləsindən axaraq üzü şərqə gəlib tökülür Atlantikə. Stoplayıcı hövzəsi 2 işıqlanma qurşağında yerləşir, səhvdir. Çünki San Francisco çayı gördüyümüz kimi cənub tropik xəttindən şimaldadır. Bütövlükdə bir işıqlanma qurşağıdır. Tropik. 3-ə baxırıq yoldaşlar. Müqəddəs Lavrenti. Müqəddəs Lavrenti çayı böyük göllər qrupunu əlaqələndirərək bildiyiniz kimi Lavrentiya körfəzinə tökülür. ABŞ və Kanadanın sərhəddi ilə. Subtropik iqlim qurşağı səhvdir. Bura bütövlükdə mülayim iqlim qurşağıdır. Yoldaşlar 4-ə baxırıq. Magdalena. Magdalena çayı hər birimiz əzbər bilirik ki, bu çay əlbəttə ki, Kolumbiya ərazisindən axaraq şimala doğru gedir və tökülür Karib nəyinə? Dənizinə. Karib dənizi də bilirsiniz ki, kənar dəniz hesab olunur. Doğru xüsusiyyətdir. Makkenzi çayı Baffin dənizinə tökülür. Sizin gözünüzün qabağında Makkenzi çayı şimala doğru axaraq əlbəttə ki, belə deyək də, hara tökülür? Beaufort dənizinə. Amma Baffin dənizi adalar arası dənizdir. O Grenlandiya ilə Baffin adalarının arasındadır. Ona görə də Baffin yox, Beaufort olmalıydı. Yanlışdır. Qanq çayı hər birimiz bilirik ki, Qanq Brahmaputra çayları ilə birləşərək Bangladeş mərkəzi Dəqqə şəhəri olan dövlətin ərazisində tökülür ara Bengal körfəzinə. Cavabımız 1, 4, 6 variantımız nə variant oldu? C variantı. 12-ci sual aydındır. 13-ə baxırıq. Uşaqlar, fiziki coğrafiyanın bizə verib burada yeni və bir də iqtisadi coğrafiya ənənəvi sahələri.
Bizlər bilirik ki, normalda fiziki coğrafiyada var geomorfologiya, landşaft və landşaft planlaşdırılması. Amma bizə bunun yeni sahəsi dediyi üçün biz burada sadəcə götürəcəyik landşaftşünaslıq və landşaft planlaşması. C. Çünki yoldaşlar, geomorfologiya ənənəvi sahəsidir. Necə sahəsidir? Ənənəvi yer səthi relyefini öyrənən. Yerdə qalan kənd təsərrüfatı coğrafiyası, tibbi coğrafiya və sosial coğrafiya isə yoldaşlar, sizlər bilirsiniz ki, bunlar aiddir nəyə? İqtisadi coğrafiyaya. Nəyə aiddir? İqtisadi. Amma bizə burada necə sahələr soruşur? Ənənəvi. Ənənəvi soruşduğu üçün bura aiddir. Kənd təsərrüfatı coğrafiyası A və bir də gözəl yoldaşlar, sosial coğrafiya. Y. Tibbi coğrafiya, rekreasiya coğrafiyası bunlar yeni sahələrdir. Necə sahələrdir? Yeni. C, A, Y. Variantımız 13-dən oldu C variantı. Tapşırıq aydındır. 14. Şərq yarımkürəsində yerləşən ölkələr. Qrinviçin şərqi 180 meridian qərbi olmalıdır. Bura uyğun gəlir Almaniya dövləti 1, Efiopiya 2, Avstraliya 3. Uşaqlar, Braziliya, Cənubi Amerikada qərb yarımkürəsidir. Bu testin ən rahat sualıdır. Kanada hansı yarımkürədir? Qərb. İslandiyada bildiyiniz kimi Qrinviç meridianına nəzərən hara düşür? Qərbə düşür. Ona görə də biz qeyd elədik ki, və Almaniya haranı? Ekvator Qrinviç xeyr, əlbəttə Qrinviç Avropada, Britaniya, Fransa və İspaniyanı kəsir. Vəssalam. Doğru cavab 1, 2, 3 variantımız B variantı. Növbəti test tapşırığı. Uşaqlar, sual belədir. Sualda bizə deyir ki, 15-də orta miqyaslı xəritələrə uyğun miqyasları seçin. Orta miqyas biz demişdik 1/200 minlə neçə min arası olmalıdır? 1/1 milyon arası. Gözəl insanlar, bura uyğun gəlir 300 min 2, bura uyğun gəlir verilənlərdən 750 min 4, bir də uyğun gəlir yoldaşlar, əlbəttə ki 1/600 min. 1/200 minlə 1 milyon. Cavab 2, 4, 6. 15'te cavab nə variant oldu? B variantı. Aydın oldu. 16. Uşaqlar, sizlər bilirdiniz ki, Cənubi Afrika Respublikasından, Avstraliyadan və ABŞ-ın Appalaz hövzəsindən müvafiq olaraq Qərbi Avropa, Yaponiya istiqamətində daşınan xammal ehtiyatımız kömürdür. Kömür, daş kömür. Braziliyada bilirsiniz, öz kömür ehtiyatları olmasına baxmayaraq, kömür tələbatı böyük olduğu üçün kömürü neyniyir? İdxal edir. Aydın oldu. Uşaqlar 17. Doğru olmayan fikirləri müəyyən edin. Gəlin baxaq. Bizə deyir ki, ən çox fiziki coğrafi rayon Böyük Qafqaz təbii vilayətindədir. Yanlışdır. Fiziki coğrafi rayonlar ən çox 6 dənə Kür dağarası çörəkliyi vilayətindədir. Deməli, birinci ifadə doğru olmayan ifadədir. Biri götürdük. Kür çörəkliyi təbii vilayəti 3 ölkə ilə həmsərhəddir. Bəli, Ermənistan, Gürcüstan və İranla. Bu ifadə doğrudur. Kür çörəkliyi və Kiçik Qafqaz təbii vilayətində gil ehtiyatları mövcuddur. Bəli, ümumiyyətlə Azərbaycanın demək olar ki, bütün vilayətlərində gil ehtiyatları mövcuddur. Kür çörəkliyi təbii vilayəti yalnız qışı mülayim keçən yarımsərə quru çöl iqlim tipinə rast gəlinir, yanlışdır. Qanıq Əyriçay fiziki coğrafi rayonu və Acınor Ceyrançöl fiziki rayonunun müvafiq olaraq şimal hissəsində qışı mülayim keçən, qışı daha doğrusu quraq keçən mülayim isti iqlim tipinə rast gəlinir. 1-4. Davam edirik. Lənkəran təbii vilayəti maqmatik sular rast gəlinir. Bəli, 3-cü dövrün qədim paleogen suxurlarına. Orta Araz təbii vilayətində iqtisadi əhəmiyyətli dəmir filizi yataqları mövcuddur. Bu ifadə yanlışdır. Dəmir filizi yataqları yalnız Kiçik Qafqaz vilayətində, Gəncə fiziki rayonunda, Daşkəsəndə, Hamançay, Dəmiroğlu və əlbəttə ki, biz deyəcəyik ki, Cənubi Daşkəsən yataqlarındadır. Cavabımız 1, 4, 6, variantımız nə oldu? B bəndi. Doğru olmayanlar. 18. Subekvatorial iqlim qurşağında yaranan təbii zonanı müəyyən edin. Uşaqlar, subekvatorial iqlim qurşağında normalda savanna və seyrək meşələr əsas təbii zonalardır. Doğru cavabımız oldu verilənlərdən C variantı. Enliyarpaq meşələr mülayim enliklərdədir. Çodyarpaqlı meşə və kolluqlar subtropik enliklərin aralıq dənizli iqlim tipindədir. Tayqa yalnızca mülayim iqlim qurşağındadır. Çöllər isə subtropik və mülayimlərdədir. Fərqli adları var idi. Step, prairie, pampa və s. Cavabımız 18-dən oldu C. Keçirik 19-cu suala. 19-da bizə nə deyir? Cədvələ əsasən doğru bəndi müəyyən edin. Ölkə, inzibati quruluşu və idarə etməsi. Braziliya bilirsiniz ki, Amerika qitəsinin 7 federativ ölkəsindən biridir və idarə olunması respublikadır. Bir doğrudur. İndoneziya bildiyiniz kimi federativ deyil. Aydın oldu yoldaşlar. Cənub-Şərqi Asiyada federativ Myanma və Malayziyadır. Ona görə də yanlışdır. Qazaxıstan unitar və respublikadır. 3 doğrudur. Koreya Xalq Demokratik Respublikası unitar monarxiya deyil. Şərqi Asiyanın monarxiyası yeganə Yaponiyadır. İmperatorluq.
Küveyt unitar dövlətdir. Deməli, bizə burada qeyd edir ki, mütləq monarxiyadır. Küveyt mütləq monarxiya yox, konstitusiyalı monarxiyadır. İordaniya və Küveyt yanlışdır. Vyetnam bəli, unitardır, özdə respublikadır. Cavabımız 136, variantımız E variantıdır. Aydın oldu sual. 20. Ölkəmizin ərazisində mövcud olan tranzit çaylar. Tranzit yəni nə deməkdir? Başqa ölkələrdən Azərbaycana daxil olan. Bu çaylar deməli tərtər olmaz. Arpaçay 2 doğrudur, Qanıq 3 doğrudur, Ağstafaçay 4 doğrudur, Qusarçay olmaz, Girdimançay olmaz. Cavab 2, 3, 4. Variantımız nə variantıdır? D variantıdır 20-də. 21-ə baxırıq. Uşaqlar, müəllim şagirdlərə Naxçıvan iqtisadi rayonunda olan çayların adını xəritədən tapmağı və tapdıqları iki çay arasında məsafəni hesablamağı tapşırır. Deməli, birinci, biz xəritənin məzmununa görə çayları tapmış oluruq. Bu tədqiqatın adı belə adlanır. Vizual. Amma iki məntəq arası məsafəni miqyasa görə hesablayırıqsa, bu hesablama əməliyyatı kartometrik olacaq. Necə olacaq öləşər? Kartometrik. Doğru cavabımız nə variantı oldu 21-də? C variantı. 22 sadə sualdır. Niyə? A ölkəsində əhalinin ümumi sayı neçə milyondur? 40 milyon. Adam başına düşən ümumi daxilinin həcmi, məhsul həcmi nə qədərdir? 30 min. Bildiyiniz kimi ÜDM bölünsün əhalinin sayına bərabərdir adam başına düşən miqdar. Düzdür? İndi mənə ÜDM və adam başına düşən miqdar verilibsə. Düzdürmü? Mən burada nəyi tapa bilərəm yoldaşlar? Mən burada tapa bilərəm, əlbəttə ki, ÜDM-ni verib, bir də adam başına düşən miqdarı verib. Ölkə əhalisinin ümumi sayını və adam başına düşən miqdarı. ÜDM-ni hesablaya bilərəm. ÜDM-ni hesablamaq üçün adam başına olan miqdarı əhalinin sayına vuracam. 40 milyonu vurulsun 30 nə? Min. Milyonu minə vuranda milyard eləyir. 40-ı da 30-a verəndə 1200 eləyir. Deməli, 1200 yanına da milyardı qeyd elədik. Düzdürmü yoldaşlar? Bunun deyir ki, ÜDM-nin 30%-i xarici şirkətə məxsusdur. ÜDM-də nəyi tapdır? Milli şirkəti. Sən birbaşa millini tapmaqdan ötəri 70% tapa bilərsən. Çünki 30% xaricidirsə, neçə faiz milliyə qalır? 70%. 1200-ün 70%-ni tapacaq. 1200 mılırıdır. Vur 70. Böl neçə yoldaşlar? 100. Əlbəttə ki, bunlar ixtisar getdi. Biz müvafiq olaraq 12-ni vuracaq neçəyə? 70-ə. Elədi 840 milyard dollar. Neçə elədi gözəl yoldaşlar? 840 milyard dollar. Düzgün cavabımız nə variantı? D variantı. Fikrimi çatdıra bildim hamıya. 23-cü sual sadədir. Niyə? Deyir ki, Qoba Xaçmaz iqtisadi rayonuna aid olmayan inzibati rayon, Qoba Xaçmaz iqtisadi rayonunun müvafiq olaraq 5 inzibati rayonu var. Siyəzən, Şabran, Xaçmaz, Qusar, Quba. Bura aid deyil. Nə? Xızı. Variant əlbəttə ki, C variantı. Bəli, Abşeron Xızıya aiddir. 24. Sualda deyir ki, doğru fikirləri müəyyən edin. Avstraliyada yalnız ətlik və ətlik-südlük istiqamətli heyvandarlıq inkişaf etmişdir. Yanlışdır. Çünki Avstraliyanın cənub-şərq sahilləri, rütubətli bölgələrində südlük və südlük ətlik heyvandarlıq da var. Birinci ifadə doğru deyil. Sonra, yoldaşlar, dəniz mühitində müxtəlif heyvanların yetişdirilməsi marikultur adlanır. Bəli, marikultur və akvakultur təsərrüfatı bilirdiniz. Variant nədir? 2. Doğru cavab oldu. Çəltik əkinləri həm quraq, həm də rütubətli isti iqlimə malik ərazilərdə ola bilər. Düzdür. Quraq yerlərdə mütləq nə olmalıdır amma? Suvarma. Burada ifadədə yanlışlıq yoxdur. İsti söhbəti düzdür. İstilik mütləq tələb olunur. 2-3. Yaşıl inqilabın baş verməsi inkişaf etmiş ölkələrin təsərrüfat strukturuna kənd təsərrüfatının payını kəskin inkişaf etmiş yox, inkişaf etməkdə olanlarda. Broiler quşçuluq kompleksi əsasən istehlakçıya, yəni tələbat rayonlarına yaxın yerləşdirilir. Bu ifadə doğrudur. Rusiyada həm şəkər qamışı, həm şəkər çuğunduru becərilir. Rusiyada şəkər qamışı becərilə bilmir. Aydın oldu yoldaşlar. Ona görə də cavabımız 2-3-5 variantımız nə variantı oldu? C variantı. Tapşırıq aydındır. 24-cü sual. 25-ə baxırıq. Deyir ki, böyük yetkilik qrupuna aid olan ölkə. Uşaqlar, böyük yetkilik Kanada, ABŞ, Britaniya, Fransa, Almaniya, İtaliya və bir daha aid idi Yaponiya. Sonradan Rusiyanın qoşulması ilə nə yaranmışdı? G8-lik. Cavab olacaq 1, cavab 4, bir də 5. 1, 4, 5 variantımız nə variantı? B. İndi gəlirik nəyə? 26-cı test tapşırığında incə bir məqam var. H məntəqəsində atmosfer təzyiqi neçədir? 670.
H-ın özünün hündürlüyünü tapa bilərəm yoldaşlar. Nə tər tapacam? Dəniz səviyyəsi normal təzyiq nəyə bərabər idi? 760-670. 90 mm fərq yaradı. Düzdür arada. Mən indi bu 90 mm civə sütunu, yadınıza gəlir biz demişdik 10 metrə təzyiq nə qədər dəyişirdi? 1 mm civə sütunu, 900 mm civə sütunu fərq varsa, hündürlüyü nə qədər, daha doğrusu 90 mm civə sütunu fərq varsa, deməli, hündürlüyü nə qədər o x? X bərabərdir 900 metr. Neçə metr? 900. Deməli, H-ın hündürlüyü neçə oldu? 900. Bunu tapdıq. Bundan sonraki rahatdır. F ilə H arası məntəqələrdə temperatur fərqi 7.2-dir. Bizə F məntəqəsinin hündürlüyünü soruşur. Əvvəl 7.2 selsini hündürlüyə çevirək. 1000 metrə nə qədər dəyişirdi temperatur? 6. 7.2 selsi dəyişmək üçün nə qədər hündürlük lazımdır? X. X bərabərdir 7200 böl 6. Bu da gözəl yoldaşlar. Nə qədər elədi? Əlbəttə ki 1200 elədi. Neçə metr? 1200. İndi baxın. H 900-dürsə, F-in hündürlüyünü məndən soruşursa, 900-ün üzərinə nə gələcəm yoldaşlar? 1200. Cavab eləyəcək 2000. 2000 neçə? 100. Variant nə variantı? B variantı. Yoldaşlar 26-nın düzgün cavabı nə oldu? B. 27-yə baxırıq. Uyğunluğu müəyyən edin. Eləyək. Deməli, bizə deyir ki, müvafiq olaraq. Yalnız bir xarici ölkə ilə həmsərhəddir. Yalnız bir xarici ölkə ilə həmsərhəd olan Milmuğan iqtisadi coğrafi rayonudur. İndi deyəcək İsmailin, bəs digərləri Dağlıq Şirvan heç bir xarici ölkə ilə sərhədli yoxdur. Amma Qazax Tovuzun Gürcüstan və Ermənistan olmaqla iki xarici ölkə ilə sərhəddi var. Deməli, 3-ə nə yazırıq yoldaşlar? A yazırıq. Filiz faydalı qazıntı yataqlarına malikdir. Malik olan bu verilənlərdən yalnız Qazax Tovuzdur. 2-yə B yazdıq. 5 iqtisadi rayonla həmsərhəddir. Bu Dağlıq Şirvandır. Dağlıq Şirvan müvafiq olaraq Quba Xaçmaz, belə deyək, Şəki, Zaqatala, Abşeron, Xızı, Şirvan, Salyan və mərkəzi Aranla sərhəddə malikdir. Deməli, olacaq 1-ə nə? C. Deməli, 5 inzibati rayondan ibarətdir. Qazax Tovuz, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonları. Olacaq, deməli, BD 2-yə. Yayı quraq keçən mülayim isti iqlim yarım tipinə rast gəlinir. Buna rast gəlinir Dağlıq Şirvanda. Bilirsiniz ki, Şamaxıda. Ona görə də yoldaşlar 1-ə nə getdi? Y. Deməli 1C-Y, 2B-D, 3A. Variantımız nə variantı? Y variantı. Tapşırıq aydındır. 28. 5-ci saat qurşağının orta meridianı təyin edin. Bu çox sadə bir qayda idi. 5 vur 15 neçə elədi? 75 şərq uzunluğu. Doğru cavabımız A variantı 28-ci sualda oldu. 29. Subtropik iqlim qurşağında yerləşən yarımadalar. Yoldaşlar, Kamçatka yarımadası mülayim dəniz, Malakka yarımadası əsasən ekvatorial və subekvatorialın kəsişməsidir. Skandinaviya yarımadası əsasən mülayim iqlim qurşağı, şimal hissələri ensiz şəkildə subarktikə düşür. Hindistan subekvatorialdır. Somali subekvatorialdır, amma Kaliforniya tropik və subtropikdir. Yanlışdır. Arnhem-Lent subekvatorial, Labrador isə yoldaşlar mülayimlə subarktikin kəsişməsidir. Cavabımız D'dir. Piriney və Apenin. Hər ikisi subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipindədirlər. Doğru cavab nə oldu yoldaşlar? D variantı 29-da. Tapşırıq aydındır. 30 sadədir. Qütb gecələrinin müşahidə olunduğu materiklər bildiyiniz kimi qütb gecələri və gündüzləri qütb dairəsindən qütbə qədər olan ərazilərdə qeydə alınır. Deməli 66.5 ilə 90 dərəcəlik enliklər arasında yerləşən 2 materikimiz var. Daha doğrusu 3 materikimiz var. Əsasən cənubda yalnızca bir dənə Antarktida, şimalda isə Şimali Amerika və Avrasiya. Doğru cavab verilənlərdən olacaq Antarktida və Şimali Amerika. Variant nə variantı? A variantı. 31. Deməli gözəl yoldaşlar, ölkənin geosiyasi rolunu müəyyən edən əsas amillər dedikdə, bura ÜDM-nin həcmi A, digər amillərə isə siyasi təsir dairəsi B, davamına baxanda, deməli, vətəndaşların sağlamlığı, təbii resursların həcmi, hərbi gücü, vətəndaşların sağlamlığı ikinci dərəcəli amillərdir və ölkə daxili sabitlik ikinci dərəcəli amillərdir. Təbii resurslar həcmi ilə hərbi gücü isə əlbəttə ki, əsas amillərdir. Biz indi təbii resurslara diqqətlə baxsaq, D-dir, hərbi gücdə F-dir. Deməli, D və F ara getdi yoldaşlar. D və F getdi. Bəli, birinciyə D və F. Qaldı nə? B, C, Y də ikinciyə. A, D, F, B, C, Y. ADF, BCY variant nə variantı oldu? B variantı oldu test tapşırığında, yəni 31-də. 32-yə baxırıq. Demarkasiya xətti anlayışını biz əzbər bilirdik. Yadınıza gəlirsə, mübahisələr həll olunana qədər razılaşdırılmış sərhəd xətlərini adlanırdı. Əlbəttə ki, demarkasiya xətti. Variant nə variantı oldu? C variantı. 33.
Cədvələ əsasən doğru sıraları müəyyən edin. Yoldaşlar, qoruq və milli parklar, bir də xüsusiyyətlər. Qaragöl bildiyiniz kimi Laçın rayon ərazisində idi. Yarımsəhra landşaftı qorunur səhvdir. Vulkanik yaylada yarımsəhra landşaftı ola bilməz. Aydın oldu yoldaşlar. Samur Yalama bildiyiniz kimi Xaçmaz rayonundaydı. Əsasən intrazonal dediyimiz düzən meşə landşaftı mühafizə olunurdu. 2 nədir yoldaşlar? Doğrudur. Davam edirik. Ağgöl. Ağgöl bildiyiniz kimi Ağcabədi, Beyləqan rayonları, Kürün sağı, Arazın solu. Yəni mil düzündədir. Amma burada nə yazıb? Muğan düzü. Deməli yanlışdır. Şirvan. Şirvan dövlət qorunur. Ceyranlar və su quşları qorunur. Doğrudur. Korçay. Korçayda Acınoğur düzünün şimalında yerləşir. Yoldaşlar, Acınoğur düzünün şimalı ola bilməz. Korçay Ceyrançölə məxsus Bozdağ silsiləsinin cənub yamacıdır. Bozdağ silsiləsinin hansı yamacı? Cənub yamacı. Ona görə yanlışdır. Bəsitçay yerləşdiyi inzibati rayon Zəngilan rayonudur və 2 xarici ölkə ilə, əlbəttə ki, Ermənistan və İranla sərhəddir. Cavabımız 2, 4, 6, variantımız nə variantı oldu 33-də? D variantı. 34-də nəzər yetiririk yoldaşlar. Deyir ki, İrlandiya adası hansı istilik qurşağı və ya qurşaqlarında yerləşdirmək? Uşaqlar, İrlandiya adası Böyük Britaniyanın aralıdır, qərbi. Bura müvafiq olaraq mülayim iqlim qurşağının nə tipidir? Dəniz tipi. Ona görə də elə özü də mülayim istilik qurşağındadır. Variant nə variantı oldu 34-də? D variantı. 35. Yoldaşlar, ASEAN ölkələr qrupuna daxil olmayan deyəndə ASEAN Cənub-Şərqi Asiya ölkələridir. Myanma, Laos, Vietnam, Tayland, Kamboca, Malayziya, İndoneziya, Singapur, eyni zamanda Brunei, aydın olmur, Filippin. Bura aid olmayanlar Çin, aid olmayanlar Cənubi Asiya ölkəsi Bangladeş və aid olmayan yenə Şərqi Asiya ölkəsi Koreya Respublikası. 1, 3, 6. Variant nə variantı? A variantıdır 35-də. 36. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Yoldaşlar, xüsusiyyətlər və fiziki coğrafi rayonlar verib. Qışı quraq keçən mülayim isti iqlim yarım tipi yayılıb. Bəli, Qanıq Ayrıçayda bu doğru sıradır. Düzdür yoldaşlar? Biri götürdük. Yayı quraq keçən soyuq iqlim tipi yayılıb Künnüt Qapıcıqda. Bu da doğrudur. İkini də götürdük. Polimetal yataqları mövcuddur qonaq kənddə. Böyük Qafqazda polimetal yalnız da Zaqatala, Lahızda var. Balakan, Zaqatalada, Mazımçay, Katexçay, Filizçay. Yanlışdır. Tərtər çayının mənsəbi Araz boyunda deyil. Tərtərin mənsəbi Kür-Araz fizik rayonudur. Yanlışdır. Mis ehtiyatları mövcuddur Gəncə fizik rayonunda. Bəli, Gədəbəydə bildiyiniz kimi Qaradağ mədənində. Cavabımız nə oldu yoldaşlar 36-da? Əlbəttə ki 1, 2, 5 B bəndi. Paleozoy yaşlı suxurlara rast gəlinir. Uşaqlar, paleozoy Azərbaycanda bir alt paleozoy. O yerləşir Tovuzda, Zəyəmçə Əsikçə hövzəsi, Gəncə fizik rayonunda. Bir də Dərəliyəzin Sədərək qalxması Künnüt Qapıcıq fiziki coğrafi rayonunda. Ona görə bu ifadə yanlışdır. Cavab 1, 2, 5. Variant nə oldu? B bəndi. Aydın oldu 35. Daha doğrusu 36. Sual aydındır. Keçdi 37-yə. Yoldaşlar, 37-ci test tapşırığı belədir. Bizə 37-də deyir ki, doğru sıraları müəyyən edin. Deməli, troposfer atmosferin ən sıx təbəqəsidir. Bəli, çünki cazibə çox olduğu üçün hava kütləsinin 80% burada cəmləşmişdi. Buna atmosfer fabrikası deyirdilər. Yoldaşlar, stratosfer. Topa buludların 90%-dən çoxu bu qatda yaranır, səhvdir. Bu troposferdədir. Mezosfer. Dolu bu qatda yaranır. Xeyr, yağıntı növləri, yağış, qar, dolu hamısı hardadır? Troposferdədir. Termosfer. Yüksək temperatur müşahidə edilir. Bəli, çünki orada ionosfer təbəqəsi ion şüalarını neynirdi? Udurdu. Yoldaşlar, eksosfer. Şeh bu qatda yaranır. Ümumiyyətlə yağıntı növləri dedim. Hamısı hardadır? Troposferdir. Ona görə də yanlış. Cavab 1, 4. Variant nə variantı? Y. 38. Ivanpa Solar. Uşaqlar, bildiyiniz kimi ABŞ-ın Kaliforniya ştatında Ivanpa Solar, Rubin, aydın daha doğrusu belə deyək də Topaz, Sunlight Farm kimi nə var idi? Günəş elektrik stansiyaları. Variant nə variantı? C variantı oldu. 39. Paleozoy yaşlı dağları müəyyən. Uşaqlar, Paleozoy erasının əvvəli Kembri Ordovikdə nə qırışıqlığı idi? Baykal. Silur Devonda Kaledon və Daşkömür Perimdə hansı qırışıqlığı idi? Hertzin. Düzdür gözəl insanlar. İndi baxın, Ant dağları Kaynazoy erası Alp qırışıqlığıdır. Bir getdi. Ural dağları Hertzindir. Götüdük. Böyük Xinqan Hertzindir. Götüdük. Atlas Ant dağları bircə Alp qırışıqlığına aiddir. Kap götüdük. Hertzin qırışıqlığı. Skandinaviya götüdük. Kaledon Hertzindədir. Krım Roman Koş zirvəsi ilə bilirsiniz ki, Cənubi Avropada geosinknaldadır və Alp qırışıqlığıdır. Pamir Alp qırışıqlığıdır. Cavab 2, 3, 5, 6. Variant C variantı 39-da.
40-a baxırıq. Xəritə sxemdə göstərilmiş ölkələrlə bağlı doğru fikir. Uşaqlar ölkələri yadımıza salaq. 1 haradır? İsveç, afərin. 2 haradır? Afer, bəli, Almaniya Federativ Respublikası. 3 haradır yoldaşlar? İspaniya dövləti hara? İspaniya. 4 haradır? Bəli, afərin. Fransa. 5 haradır? Rumuniya, bəli, Rumuniya. Və yoldaşlar 6 haradır? Əlbəttə ki, İtaliya. İndi biz ölkələri təyin elədik. Bizə deyir ki, 2, 4, 6. Almaniya, Fransa, İtaliya. Böyük yeddilər qrupuna daxildilər. Bəli, elə doğru cavab nədir? A variantı. 40-ın cavabı oldu A. İndi gəl digər variantları izah eləyək. 3, 4 və 5. Yoldaşlar, deyir ki, federativ inzibati. 3, İspaniya federativdir. Amma Fransa ilə Rumuniya unitardır. İfadə yanlışdır. 1, 2, 6. Zəngin neft ehtiyatı. İsveç, Almaniya və hara verib? İtaliya. Almanlar və İtalyanların və İsveçin nefti yoxdur. Neft var idi Norveç, Böyük Britaniya. Təbii qaz Niderland. Yanlışdır. 2, 3, 5. Almaniya, İspaniya, Rumuniya. Şəkər qamışı və şəkər çuxunduru geniş əkin sahələri mövcuddur. Almaniyada şəkər qamışı mövcud deyildir. 1, 2, 3. İsveç, Almaniya və bir də İspaniya. Əhalisi German dil qrupuna mənsub. 3 İspaniya, German yox, Roman qrupudur. Ona görə də yanlışdır. Aydın oldu. Keçdik. 41. Sual belədir. Euler-Venn diaqramını tamamlayan bəndi müəyyən edin. Yəni, Şimali Amerika materiki ilə Cənubi Amerika materikinin nəyini soruşur gözəl insanlar? Ortaq cəhətini. Necə cəhətini? Ortaq. Cavan dağlar mövcuddur. Hər ikisində. Birində Kordilyerin sahil dağları, birində Ant dağları. Biri götürdük, düzdür. Biri seçdik yoldaşlar. 1. Sonra sahilləri 3 okean suları yuyur. 3 okean suları bildiyiniz kimi Cənubi Amerikanı yuya bilməz. Sonra 3 işıqlanma qurşağında yerləşir. Yoldaşlar, Cənubi Amerika 2 işıqlanma qurşağındadır. Yanlışdır. Mülayim dəniz iqlim tipinə rast gəlinir. Bəli, bir Alyaska körfəzi sahilləri, bir də Çilinin cənubi qərbi. 4 doğrudur. Yerləşdiyi litosfer tavası Afrika litosfer həm sərhəddir. Bəli, 5 də doğrudur. Qütb gecələri və gündüzləri Cənubi Amerikada ola bilməz. Doğru cavab 1, 4, 5 variantımız nə variant oldu? 41-də B. 42-yə baxırıq. Cədvələ əsasən doğru sıraları müəyyən edin deyir yoldaşlar. Kvars qumu, Qubadlıda deyil. Hacıvəlli hökməli, Abşerondur. Birinci sıra doğru deyil. Mərmər lerik, təbii ki doğru deyil. Düzdür yoldaşlar. Alunit, Daşkəsən doğrudur, 3. Civəl, Laçında, Narzanlı, Gilgəsçay, 4. Qızıl, Zəngilan, Vejnəli, 5. Daş kömür Azərbaycanda biz deyirik ki, demək olar ki, yoxdur. Cavab 3, 4, 5. Variantımız nə variantı? Y. Düzdür, daş kömür yataqları qismən mövcuddur. Kiçik Qafqazda falan xəritələr görsənir. Amma biz deyirik ki, Azərbaycanda bu ehtiyat çox da geniş yayılmamışdır. Aydın oldu. Davam edirik. 43. 43-də bizə nə deyir yoldaşlar? Deməli, rütubətlənmə əmsalının hansı göstəricisində süxurların necə aşınması? Fiziki. Gözəl insanlar, fiziki aşınma rütubətlənmə əmsalı vahiddən kiçik olduqda baş verirdi. Yağıntı az, qabiliyyət çox. Bura uyğun gəlir. 300-ün 1200-ə nisbəti variant D variantı. 44. Sadə sualdır, nə mənada? Yoldaşlar, Avstraliyanın şimalında işarələnmiş ərazi sub-ekvatorial iqlim qurşağıdır cənub yarım kürəsində. Yoldaşlar, Afrikanın şimalında işarələnən subtropikin şimal yarım kürəsində Aralıq dənizi iqlim tipidir. O birisi isə subtropikin cənubudur və bura təkcə Aralıq dənizi yox. 2 tip var idi orada. Qərbdə Aralıq dənizi, şərqədə nə idi? İl boyu bərabər nə? Rütubətli. Fikrimi izah edə bildim. İndi baxaq. Doğru fikirlərin müəyyən edin deyir. Keçid iqlim qurşaqlarıdır, bir düzdür. Yağıntıların mövsümü xarakter daşıyır. Bəli, mövsümü xarakter daşıyır. Subekvatorial subtropikdə il boyu bərabər rütubətli heç. Amma işarələnmiş yerlərdə yağıntılar mövsümləri üzrə paylanıraq. Aydın oldu. 1, 2, aydındır 44-də. Deməli belə. 1, 2. Rütubətləmsə vahiddən böyükdür. Xeyr, 0,8 ilə 1 arası vahidə yaxındır. İl boyu havanın qalxan hərəkəti səhvdir. Məsələn, subekvatorialda yayda qalxan hava olursa, qışda nə olur? Enən hava. Əkinçilik üçün əlverişli təbii, bəli, əkinçilik üçün əlverişli şəraitləri var. 1, 2, 5. İl boyu eyni hava kütləsi səhvdir. Çünki keçid iqlim qurşaqlarında il boyu eyni hava kütləsi ola bilməz. Çünki öz hava kütlələri mövcud deyil. Cavab 1, 2, 5 variant nə? B. Burada bir dənə problem var. O problemi mən sizə diqqətcə çatdırım. Burada nəyi nəzərə almayıblar? Bərabər rütubətli tipi var idi. Yağıntıların mövsümü xarakterləşməsi. Bir dənə burada bir balaca bu uyğun, amma subtropik iqlim qurşağı üçün uyğun gəlir. Başa düşdünüz nə demək istəyirəm?
Cavabımız da oldu B variantı. Bəlkə də heç test yazılanda özləri də bunu nəzərə almayıblar bu fikri. Hə? Bəli, iqlim qurşağı, ümumi qurşaq olaraq deyib də belə deyək. Neçə 45-də idi, düzdürmü? Bəli, 45-də 1036 mm bizim əzbər bildiyimiz nə rayonudur? Zaqatala. Sualda bizə deyir ki, aid olduğu məntəqə yerləşən inzibati rayonu müəyyən edin. Cavab nə variantı? C. 1036 budur. Bunları da əzbər 247 ara götürəcəyik. Bakı 1036 Zaqatala, 571 Quba, 1042 belə deyək 1400 bəli 1402-də aradır Lənkəran. Tutar 871. Yalnız 271 də mənfiyə düşüb müsbət 30-a qədər qalxan haradır? 271-dir. Naxçıvan. Hara? Naxçıvan. Yalnız bir xarici ölkə ilə həmsərhəd olan inzibati uşaqlar, yalnız bir xarici ölkə deyəndə Quba bildiyiniz kimi ümumiyyətlə sərhəddə deyil. Biri atırsan gözəl insanlar. Bir sərhəd deyil axı. Qubanı necə sən sərhəd götürə bilərsən? Bəli, bu yoxdur. Şəki bəli birdir. Çünki Şəkinin Qaxdan fərqli olaraq Gürcüstanla sərhəddi yoxdur. Qazax 2-dir. Ermənistanla Gürcüstan olmaz. Ordubad 2-dir. Ermənistan və İran. Daşkəsən yoldaşlar 1-dir. Yalnız Ermənistan, İmişli ancaq İran. 2-5-6. Variantımız nə variantı? A. Aydın oldu 46. 47-yə baxırıq uşaqlar. Tükənən bərpa olunan təbii ehtiyatları müəyyən elə. Tükənən bərpa olunan. Bəli. Dəmir filizi tükənən bərpa olunmayandır. Daş kömürü atdın. Belə deyək, cavab oldu verilənlərdən 1, 4 və nə? 6. Doğru cavab oldu yoldaşlar. Nə variantı? D variantı. Geotermal tükənməz sayılır. Aydın oldu ona görə. Bəli. Verilmiş fikirlərə əsasən A ölkəsini müəyyən edin. Deməli, gözəl yoldaşlar, burada bizə deyir ki, 3 yarımkürədə yerləşir. 3 yarımkürə söhbəti varsa, Hindistan getdi 2 yarımkürədir, Meksika getdi 2 yarımkürədir, Kongo, İspanya, Braziliya qalır. Niyə? Kongo ilə Braziliyanı nə kəsir? Ekvator xətti, İspaniyanı nə kəsir? Greenwich. Həm tropik, həm də mülayim işıqlanma qurşağında yerləşir. Deməli, bu həm tropik xətti ilə kəsişməlidir. Həm də yoldaşlar nə ilə? Əsas tropik xəttə kəsişməlidir ki, tropik və mülayim işıqlanma düşə bilsin. İspanya ola bilməz. Çünki İspanlar tropikdən hardadır? Şimalda. D də getdi. Kongo dövlətinə də baxanda, bəli, Kongo da ola bilməz. Çünki tropiklərlə kəsişmir. Bir dənə cavab qalır. Braziliya, cənubi şərq hissədə kəsişir. Zəngin dəmir filizi boksit ehtiyatı var və yerləşdiyi materikdə qütb ulduzu Polaris görünür. Bəli, Cənubi Amerikanın uzqar şimal nöqtələrində qütb ulduzu görünə bilir. Çünki Cənubi Amerikanın bir hissəsi ekvatordan hardadır? Şimaldadır. Cavab nə variantı oldu? 48-də Y variantı. Braziliya. Tapşırıq aydındır. 50-ci suala baxırıq. Yoldaşlar, A ölkəsi 2020-ci il üçün tərtib edilmiş yaş cins prominensi doğru fikirləri uşaqlar burada nə görürsünüz? Aşağı yaş qrupunda artım həddən artıq sürətli, yuxarı yaş qrupunda isə insanların payı nədir? Azdır. Bu, əlbəttə ki, demografik partlayışın səciyyəvi olduğu necə ölkələrdir? İnkişaf etməkdə olan ölkələr. Ən çox da tropik Afrika, düzdür? İndi baxaq. Təbii artımın ikinci tipi səciyyəvidir. 49, əlbəttə ki, bir doğrudur. 10 il sonra əhalinin orta sıxlığı azalacaq, azalmaz. Əksinə neyin artar? Orta ömür müddəti çox yüksəkdir, yanlışdır. Əlbəttə ki, ölüm halları çoxdur gördüyümüz kimi. İqtisadiyyatın 4-cü sektorun payı, əlbəttə 4-cü sektor informasiya sektorudur. Bunları da heç vaxt yüksək ola bilməz. Qərbi Avropada yerləşmir. Bəli, yerləşmir Qərbi. 1-5, bir də 6. Koreya Respublikasına aid ola bilməz. Variant nə variantı oldu? Y variantı. Uşaqlar, anklav dövlət nəyə demişdik? Hər tərəfdən bir dövlətlə əhatələnmiş. Vatikan hər tərəfdən İtaliya ilə əhatələnib bir. Andorra olmaz 2-dir. İspaniya və Fransa sərhəddi getdi. Lesotho doğrudur. Ancaq Cənubi Afrika Respublikası ilə əhatələnib. Bir də San Marino bəli ancaq İtaliya ilə əhatələnib. Uşaqlar, Küveyt olmaz. Bildiyiniz kimi Küveyt okeana nəyi var? İran körü çıxışı var. Liechtenstein 2 ölkədir. Çünki ora Avstriya və İsveçrənin sərhəddidir. Doğru cavab 1-3-4 variant nə variantı? C variantı. Tapşırıq aydın oldu mı ya? Belə.